Salam hörmətli həmkarlar. Biz bugün təhsil verənlərin sertifikatlaşdırılması dərsləri çərçivəsində Xatirə Xudiyevanın təqdimatında təsviri incəsənət fənninə dair Dünya təsviri incəsənətinin tarixi mərhələləri bölməsinə dair test nümunələrinin izahı ilə tanış olacağıq. Salam Xatirə xanım. Salam, xoş gördük. Xatirə xanım, test nümunələrinin izahına keçməzdən əvvəl qiymətləndirmə çərçivəsi ilə bağlı bir neçə sual sizə ünvanlamaq istəyirəm. Qiymətləndirmə çərçivəsinə nəzər salsaq, təsviri incəsənətə dair neçə məzmun sahəsi var və müəllimlər hər məzmun sahəsinə dair neçə test tapşırığı nümunəsi ilə tanış olacaqlar? Cəmiyyət və təsvir incəsənət məzmun sahəsi və təsvir və dekorativ yaradıcılıq məzmun sahəsi üzrə tapşırıq nümunələri sertifikasiya imtahanında nəzərdə tutulmuşdur. Cəmiyyət və təsvir incəsənət sahəsi üzrə 30 sual, təsvir və dekorativ yaradıcılıq sahəsi üzrə isə 20 sual nəzərdə tutulmuşdur. Yəqin ki, test tapşırıqlarında məzmun sahələri bir-birinə inteqrativ şəkildə təqdim olunacaq. Bəli, bəli. Aydındır. Təşəkkür edirik sualları cavablandırdığınıza görə. Buyurun, test tapşırıqlarının izahına başlaya bilərik. Deməli, test tapşırığı nümunələri ilə sizləri tanış etmək istəyərdim. Xalq sənətində istifadə olunan simvolların mənasını müəyyən edin. Bildiyiniz kimi, xalq sənətində deməli, qədim əşyalar üzərində ulu əcdadlarımız müxtəlif sadə ornamentlər təsvir etmişdilər və onların dünya haqqında təsəvvürləri bu ornamentlər, rəmzi işarələr vasitəsilə əks olunmuşdur. Burada bir rəqəmi ilə işarə olunan təsvir günəşin simvoludur, 2 rəqəmi ilə işarə olunan suyun, 3 rəqəmi ilə işarə olunan bərəkət, 4 rəqəmi ilə işarə olunan isə torpağın simvolu sayılır. Burada doğru cavab B variantıdır. Digər tapşırıq nümunəsinə keçid edək. Miniatüra aid olmayan xüsusiyyəti müəyyən edin. Bildiyiniz kimi miniatürlər əsasən əlyazma kitablarına çəkilən təsvirlərdir, illüstrasiya da deyilir onlara. Və təsvirlər bütöv bir səhifəni əhatə edir. Həmçinin onu saray sənəti adlandırırlar. Çünki deməli, hökmdarların saraylarında əsasən onların sifarişi ilə hazırlanardı miniatürlər və onların dili şərti və dekorativdir. Burada miniatüra uyğun olmayan variant iri həcmli olub mürəkkəb kompozisiya malikdir. Doğru cavab C variantıdır. Verilmiş heykəltaraşlıq nümunəsinin hansı ölkə incəsənətinə aid olduğunu müəyyən edin. Parfenon məbədinə aid olan heykəllərdir. Bu, deməli, mərmərdən hazırlanmışdır və qədim Yunan memarlığında bu barelyeflərdən geniş istifadə olunur. Burada doğru cavab E variantıdır. Memar qədim Yunan memarlığına aid layihə işləyərkən tikilidə karin sütunlarından istifadə olunmasını nəzərdə tutdu. Bu sütunlar hansı xüsusiyyətlərə malikdir? Deməli, qədim ümumiyyətlə memarlıqda sütunlar həm də bəzək məqsədi ilə istifadə olunardı və onların müxtəlif növləri vardır və bu sütunlardan biri də, bu sütun növlərindən biri də kariv sütunudur ki, ona xas xüsusiyyətlər burada öz əksini tapıbdır. Deməli, burada kapiteli yuxarıya doğru genişlənən qönçə formasında olur və dərin novçadan ibarət olur. Həmçinin kariv sütunu 4 tərəfdən eyni görünüşə malik olur və sütunlar içərisində ən təmtəraqlı sütun sayılır. Doğru variant B variantıdır. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Ümumiyyətlə, qədim dövrlərdə geyimlər, onların üzərindəki dekorlara çox önəm veriblər. Çünki hər birinin öz mənası, rəmzi simvolu var idi. Burada A bəndində qeyd olunan zolaqlı yaylıq klaft qədim Misirdə fironlar tərəfindən istifadə olunan baş geyimi sayılırdı. Üçbucaq önlük də qədim Misirə aiddir. Və eləcə də lotus başlıqlı əsa. Bunlar həmçinin fironlara xas geyimlər sayılırdı və hökmdarlıq, güc, qüdrət rəmzi sayılırdı. B bəndində qeyd olunan sarı rəngli ipək geyim qədim Çin geyiminə aiddir. Burada hökmdarlar daha çox sarı ipək parçadan geyimlərdən istifadə edərdilər. Həmçinin deməli, bəzi məmurlar baş geyimlərində qiymətli daş olan yaqut kürəcikdən istifadə edirdilər. Həmçinin qadınlar diktaban ipək başmaqlardan istifadə edərdi. Bunlar hər birinin fərqli xüsusiyyətləridir. Hər iki geyimin oxşar cəhətləri isə onların sadə kəndlilərdə rahat qaba parçadan hazırlanmış sadə geyimlərdir. Burada doğru variant A variantıdır. Qədim Babildə şəhər darvazalarında hansı rənglərdən istifadə edilirdi və rəmzi mənası nədən ibarət idi?
Bildiyiniz kimi qədim Babildə şəhər darvazalarının üzəri deməli göyümtül zümrüdü rənglərlə boyanardı ki, bu da şəhəri bəd nəzərdən qorumaq mənasını ifadə edirdi. Hətta bu rəngin üzərinə onlar yırtıcı heyvan təsvirləri də qoyardılar ki, bu da şəhəri müdafiə məqsədi daşıyırdı. Doğru variant B variantıdır. Şagird intibah dövrünün məşhur rəssamı Rafael Santinin yaradıcılığı ilə tanış olarkən onun məşğul olduğu fəaliyyət sahələrini müəyyən etdi. Bunlar hansılardır? Bildiyiniz kimi intibah dövrünün məşhur 3 görkəmli rəssamlarından biri də Rafael Santidir. O öz məşhur freskaları ilə və məşhur Madonna təsvirləri ilə daha çox tanınmışdır və eləcə də memarlıq sahəsində də fəaliyyət göstərmişdir. Burada doğru cavab B-dir. Qədim Yunan təsviri sənətində bu qab rəngkarlığında qabların fonu qara rəngə boyanar, üzərində əfsanəvi süjetlər, qadın obrazları təsvir olunardı. Bildiyiniz kimi qədim Yunan rəngkarlığı qab rəngkarlığı ilə təmsil olunurdu və o müxtəlif deməli üzərində süjetli təsvirlər olurdu, məişət təsvirləri, döyüş səhnələri, yarış səhnələri və s. Və bu qablardan biri də fonu qara rəngə boyanar və üzərində qırmızı rəngdən təsvirlər yerinə yetirilərdi. Bu qırmızı fiqurlu qab rəngkarlığı sayılır. Doğru cavab D variantıdır. Qədim Şumerə aid bədii metaldan olan nümunəni müəyyən edin. Deməli, ən qədim kəşflərdən biri də metaldır və metal ən çox 3 növü məşhur idi qədim dövrdə. Qızıl, gümüş və mis. Və bu metallardan müxtəlif məişət əşyaları, zərgərlik əşyaları, həmçinin hərb sənayesində də istifadə olunardı. Üçüncü nömrə ilə işarə olunan isə qədim Babilə aid qızıl dəbilqə sayılır. Doğru cavab C variantıdır. Şagird Azərbaycan zərgərlik sənətində naxışvurmanın texniki emal üsullarından şəbəkə haqqında təqdimat edərkən bu məlumatı nümayiş etdirdi. Bildiyiniz kimi Azərbaycan zərgərlik sənəti qədim və zəngin ənənələrə malikdir və müxtəlif texniki emal üsulları mövcuddur və bunlardan da biri şəbəkədir. Şəbəkədə nazik qızıl və gümüş dolama simlərdən istifadə edərək müxtəlif naxışlardan ibarət zərgərlik məmulatları hazırlanardı ki, burada doğru cavab D variantıdır. Bu üsluba aid mebellərdə qızılı rəng, zəngin inkrustasiyalar, saçaqlar, dekorativ parçalardan istifadə olunardı. Üslubu müəyyən edin. Bildiyiniz kimi mebellərdə müxtəlif orta əsrlərdə mebellərdə müxtəlif üslublar mövcud idi. Həmçinin bu üslublar memarlıqla da sıx bağlı idi. Bu üslublardan ən təmtəraqlısı barokko üslubu idi. Çünki burada qızılı rəngdən daha çox istifadə olunurdu. Zəngin inkrustasiyalar, saçaqlar və dekorativ parçalardan daha çox istifadə olunardı. Burada doğru cavab C variantıdır. Xalq geyim nümunələrindən olan kişi baş geyimlərinin adlarını müəyyən edin. Burada müxtəlif orta əsrlərə aid baş geyimləri təsvir olunub. Birinci geyim deməli şələ papaq adlanır baş geyimi, ikinci baş geyimi çal papaq adlanır, üçüncü baş geyimi şiş papaq adlanır, dördüncü baş geyimi isə qələmi papaq, beşinci baş geyimi isə şəpkulaqdır, buna gecə papağı da deyirlər. Burada doğru cavab A variantıdır. Orta əsrlərdə Avropada kübarlığın rəmzi sayılan, sujetli kompozisiyalar zəngin, saraylara icazkar gözəllik bəxş edən dekorativ sənət nümunəsi. Orta əsrlərdə Avropada sarayların əsas bəzək elementi sayılan qabelin idi. Qabelin ən çox sujetli rəsmlərlə daha çox deməli əks olunardı orada. Çünki kral saraylarında onların özlərinin və eləcə də saray əyanlarının portretləri əks olunardı. Burada doğru cavab B variantıdır. Bu memarlıq məktəbinin abidələri dəqiq həndəsi forma elementləri və üzərində kərpicdən olan ornamental kompozisiyalardan ibarətdir. Deməli, hörmətli müəllimlər, bilirsiniz ki, deməli, orta əsrlərdə Azərbaycanda bir çox memarlıq məktəbləri mövcud olmuşdur. Və bunlardan biri də Naxçıvan Memarlıq Məktəbidir ki, özünə məxsus xüsusiyyətləri ilə bu memarlıq abidələri seçilirdi. Naxçıvan Memarlıq Məktəbinin adı Əcəmi Naxçıvaninin adı ilə bağlıdır və burada əsas formalar dəqiq həndəsi forma elementləri idi, üzərində kərpicdən olan ornamental kompozisiyalardan ibarət idi. Doğru cavab A variantıdır. Verilmiş əsərin müəllifini müəyyən edin.
Deməli, orta əsrlərdə İspan rəssamı Diego Velázquez əsasən saray əyanlarının, deməli, eləcə də kralın özünün portretlərini təsvir edərdi ki, burada da o dövrün zəngin, dəbdəbəli geyimləri əks olunardı və bu geyimlər vasitəsilə də həmçinin o dövrün adət-ənənəsi, mədəniyyəti, tarixi əks olunardı. Və belə rəsmlərdən biri də burada Infanta Margarita adlı Diego Velázquezin məşhur əsəridir. Doğru variant B variantıdır. Diqqətinizə görə təşəkkür edirəm və sertifikasiya imtahanında hər bir müəllimə uğurlar arzu edirəm. Xatirə xanım, geniş, ətraflı izahınıza görə biz sizə təşəkkür edirik və yəqin ki, müəllimlər üçün çox faydalı dərs olacaq. Həm izahlarınız baxımından, həm də müəllimlər test nümunələrini gördükcə daha rahat həmin prosesə hazırlaşa biləcəklər. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm. Əziz müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti dərslərdə görüşənə qədər.